Deməli, uşaqlar, biz bilirik ki, Romada qulların vəziyyəti yaxşı deyildi, çünki qullarla çox pis rəftar edirdilər. Bu səbəbdən də Romada qladiator məktəblərindən birindən qaçan Spartak adlı bir qul eradan əvvəl 74 və eradan əvvəl 72-ci illərdə üsyan qaldırır. Digər qulları da öz ətrafına toplayır, Roma Respublikasına qarşı üsyan qaldırır. Lakin bu üsyan qələbə qazana bilmir. Eradan əvvəl 72-ci ildə Roma sərkərdəsi Pompey və Markras tərəfindən yatırılır. Əslində siz Roma sərkərdəsi Pompey ilə Markrasla tanışsınız, hansı ki Atropatena və Albaniyaya hücum etmişdi bu sərkərdələr. Baxın, bunlar həmçində burada nə ediblər? Spartak üsyanını yatırırlar. Spartak üsyanı bizə göstərirdi ki, Roma Respublikası zəifləyib. Yəni Spartak üsyanı məğlub olsa da nəticəsi nə idi? Roma Respublikasının zəifləməsi idi. Yaxşı. Spartak üsyanından sonra eradan əvvəl 1-ci əsrdə artıq Roma ordusu kəndlilərdən yox, muzlu ordudan təşkil edilməyə başlanıldı. Deməli, Roma ordusu haçan muzlu ordudan təşkil olunub eradan əvvəl 1-ci əsrdə, yəni ki, Spartak üsyanından sonra. Sual verə bilər ki, nədir bu muzlu ordu? Bunu hamımızdan soruşacağam. Muzlu ordu pulla satın alınan qoşun deməkdir. Yəni ki, əvvəl kəndli gedirdi, məcbur şəkildə orduda iştirak edirdi, amma artıq 1-ci əsrdən Roma Respublikası gedirdi, özü pulla qoşun satın alırdı, ordu satın alırdı, yaxşı. Və bu muzlu orduda sərkərdələrə and içirdi, yəni sərkərdələrə tabi olurdu. Hansı ki, biz bilirik, Roma Respublikasında orduya kim başçılıq edir? Konsul başçılıq edir, düzdür. Amma muzlu ordu isə konsula yox kimi sərkərdələrə sədaqət and içir. Deyirdilər ki, mənim anam da, atam da kimdir? Sərkərdədir, yəni muzlu ordu elə deyirdi. Təbii ki də sərkərdələrə and içilməsi sərkərdələrin nüfuzunu daha da artırırdı və bu sərkərdələr başlayırlar bir-birinə müharibə aparmağa ki, kim ordunu idarə edəcək. Bu müharibə də Romada nə adlanır? Vətəndaş müharibəsi. Vətəndaş müharibəsi nədir? Romanın öz içində, Roma yox, bütün dövlətlərə aiddir. Bütün dövlətlərin öz içində baş verən müharibədir. Müharibə iki cür olur. Bir başqa dövlətlərlə müharibə, bir də dövlətin öz içində baş verən müharibə idi. Deməli, Romada vətəndaş müharibəsi kimlər arasında idi? Sərkərdələr arasında. Eradan əvvəl 49-da başlayıb, eradan əvvəl 30-a qədər də vətəndaş müharibəsi davam edib. Bu dövrdə hansı sərkərdələr idi ki, hakimiyyət onda mübarizə aparırdılar? Birincisi Pompey idi, daha sonra Markras idi, bir də Yuli Sezar idi, sonradan qoşulmuşdu. Deməli, bu müharibədə təbii ki də sonradan qoşulan Yuli Sezar qalib gəlir və özün konsul elan edir. Təbii ki də biz bilirik, konsul neçə il müddətində olurdu? 1 il müddətində. 1 il müddətində Romada orduya başçılıq edir. Konsulluq müddəti bitəndən sonra isə Senat Yuli Sezarı göndərir Qalliyaya. Qalliya haradır uşaqlar? İndiki Fransa. Deməli, dediyimiz kimi Senat konsulluq müddəti bitəndən sonra Yuli Sezarı göndərir Qalliyaya. Qalliyada canişin kimi idarə edir Qalliyanı. Həmin vaxtda da uşaqlar Romaya Qalliyanın yalnız bir hissəsi birləşdirilmişdi. Yuli Sezar Qalliyaya gedəndən sonra Qalliyanın cənubunu da nə edir? Birləşdirir Romaya və bununla da bütün Qalliya ərazisi, yəni bütün Fransa ərazisi birləşir Roma Respublikasına. Yaxşı, bax, hamısı hələ bu dövrdə Respublikadan danışırıq. Deməli, uşaqlar Yuli Sezar Qalliyadan qayıdır və püşk atılmışdır deyərək eradan əvvəl 49-cu ildə gedir Roma üzərinə və burada da kimlə? Pompey ilə müharibə aparmağa. Və əsl vətəndaş müharibəsi eradan əvvəl 49-da Pompey ilə Yuli Sezar arasında Romada başlayır. Deməli, baxın, burada püşk atılmışdır ifadəsi nə deməkdir? Deyir, yəni artıq geri dönüşü yoxdur da, gedirəm mən hücuma. Təbii ki də bu vətəndaş müharibəsində Pompey məğlub olur, Yuli Sezar qalib gəlir və Yuli Sezar gedir Avropada, Asiyada, Afrikada müharibələr edir. Burada qələbələr qazanır ki, xalqın gözündə nə olsun bunun nüfuzu? Daha da artsın. Elə eradan əvvəl 49-cu ildə Yuli Sezar özünü ömürlük diktator elan edir. Diktator nə deməkdir? Yəni tam hakimiyyətə malik olan şəxs deməkdir. Çünki Yuli Sezarın əsas məqsədi nə idi? Monarxiya, yəni ki, tək hakimiyyətli imperiya yaratmaq idi. Yuli Sezar respublikaya qarşı idi. İstəyirdi ki, respublika quruluşu dağılsın, yerində nə yaransın? İmperiya, monarxiya yaransın. Amma bunu edə bilmir yazıq bu Yuli Sezar. Sadəcə özünü ömürlük diktator elan edə bilir. Hətta bu dövrdə əhali Yuli Sezarı hökmdar kimi görürdü. Bunu hardan bilirik? Çünki Yuli Sezarın heykəlləri Tanrının heykəlləri ilə bərabər qoyulurdu. Bir də ki, Yuli Sezarın adına pullar kəsilirdi. Bu da bizə göstərir ki, Yuli Sezarı əhali hökmdar kimi görürdü. Lakin Yuli Sezar öz istəyinə nail ola bilmədi, respublika quruluşunu tam şəkildə dağıda bilmədi, imperiya, yəni monarxiya yarada bilmədi. Bunun da səbəbi nədir? Çünki eradan əvvəl 44-cü ildə
iclasda onun yaxın dostu Brut və Respublikanın tərəfdarları ona qarşı sui-qəsd edirlər və Brut öz dostunu Sezarı 23 xəncər zərbəsi ilə öldürür, qətlə yetirir. Yaxşı. Yəni ona görə hansısa bir sualda sizə deyər ki, Yuli Sezar Respublikanı süquta uğratdı, imperiya yaratdı. Yox, sadəcə bunu istəyib. Ürəyindən keçirdi, amma edə bilməmişdi. Yaxşı, sadəcə özünü diktator elan etmişdi o. Deməli, uşaqlar, Yuli Sezar öldürüldükdən sonra onun varisi və köməkçisi olan Antoni ilə Oktavian Yuli Sezarın intiqamını almaq üçün başlayırlar respublikaçılara qarşı müharibə aparmaya və respublikaçılar nə edirlər? Məğlub edirlər. Bu zaman ölkənin qərb sərhədlərini, yəni ki, Romanın qərb hissəsini Oktavian idarə edir, Romanın şərq hissəsini isə Antoni idarə edir. Hansı ki, bu Antoni kim idi? Misir hökmdarı, məncə hamımız tanıyırıq, Kleopatranın evləndiyi sərkərdə idi. Yaxşı. Lakin bu Antoni ilə Oktavian ilk vaxtlar qəşəng dost olsalar da, cici-bacı olsalar da, sonradan bunlar arasında da hakimiyyət uğrunda təbii ki də ədavət başlayır. Yəni bu da bir vətəndaş müharibəsinin digər bir mərhələsi idi. Eradan əvvəl 31-ci ildə Antoni ilə Oktavian arasında Aksi dəniz döyüşü olur. Bu döyüşdə təbii ki də Oktavian qalib gəlir. Antoni isə məğlub olur. Oktavian eradan əvvəl 30-cu ildə isə gedir haranı tutur? Misri özünün əyalətinə çevirir. Bunu məncə biz keçmişik. Baxın, Misirin tutulması Roma Respublikasına düşür. Hələ respublikadır burada. Gedib imperiya götürməyin mənim üçün, yaxşı? Yəni bu Aksi döyüşüdür, Misirin tutulmasıdır, vətəndaş müharibəsidir. Bunlar hamısı hansı dövrə düşür? Respublika dövrünə düşür. Yaxşı?